Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün mənə özəldə yaza bilərsiniz. Videonun adından məlum olduğu kimi təcili iş tapmaq istəyənlər üçündür bu video. Nəyə görə adı belədir? Çünki bu videoda mən sizə bu həftə üçün olan, təxminən son 7-8 gündə olan iş elanlarından məhz az şərtli olan iş elanlarını bu videoda sizə bildirmək istəyirəm. Gəlin vaxt itirmədən tanış olaq. Digər iş elanlarla da tanış olmaq üçün də yenə də mənə özəldən yaza bilərsiniz yoldaşlar. Baxın, əgər aranızda ingilis dilini yüksək səviyyədə bilən varsa və axşam və gecə növbəsində işləməyə hazır hiss edən varsa, kompüterdən baza səviyyəsində istifadə bacarığı olan varsa, 850 manatlıq bir iş var. Koroğlu metrosu tərəfdən. Ofis dəstəkçisidir. Sonra təcrübə tələb eləmirlər sizə. Sonra Yarat şirkətində muzey bələdçisi işi var yoldaşlar. Bu sizdən ingilis dilini bilməyi tələb edir. Və ümumiyyətlə mədəniyyət sahəsinə maraq tələb edir. Sonra lift texnik köməkçisi işi var yoldaşlar. Belə bir işlər də var. 450-500 manatlıq bir işdir. Təcrübə tələb eləmir. Bəyan olmanızı tələb edir. Təhsil sadəcə orta olmalı yetərlidir. 5 günlük iş həftəsinə malikdir. Beynəlxalq avtovağzalı kompleksindədir. Belə bir işlər də var. Bir sənət öyrənmiş olursunuz həmçinin də. Bundan əlavə olaraq başqa işlər də var yoldaşlar. Bir neçə iş var. Məsələn, reception işi var. Qeyd edim ki, bunların əksəriyyəti orta səviyyəli işlərdir yoldaşlar. Reception işdir. Amma belə orta səviyyəli işlərdir ki, normalda bu işlərdən çox şey yəni işə götürən işçini işə götürmək üçün çox şey tələb eləməlidir. Amma məhz bu şirkətlərdəki bu işlər daha az şərtdən sizi qəbul edə bilirlər. Reception işi var 400-500 manatlıq. Məsələn, qrupda 20-28 yaşlı xanımlar üçündür. Rus dili biliyiniz olmalıdır. Kompüter bilikləriniz, ofis proqramlarını bilməlisiniz. Bundan əlavə sığorta məsləhətçisi işi var. Ateşkəs sığortada olmalıdır bu. Bəli, Ateşkəs sığorta şirkətindədir. 5 günlük işdir. Sizdən tələb edir ki, fərq eləmir xanımsız ya bəy. Əsas məsələ heç olmasa natəmam ali təhsiliniz olsun. Təcrübə tələb eləmir sizdən. Təklif olunan məhsulun satışını təmin etmək bacarığınız olmalıdır sizdə. Ünsiyyət qurma bacarığınız olmalıdır. Sonra fərqli bir dərzi işi var yoldaşlar. Elə bir dərzi işidir ki, siz evinizdən oturub işləyə biləcək bir dərzi işidir. Yəni evinizdən oturub işləyə bilirsiniz, proyekt verilərsiniz, siz də o proyekti işləyirsiniz. Maaş da hər işə görə ödənilir. Belə bir fərqli modeldə iş sistemi var, amma təcrübə tələb edir. Əlbəttə ki, bacarıqlı olmalısınız. Sonra ofis meneceri Araz Akademiyada var. 21-29 yaşlı xanımlar üçündür. Təcrübə tələb eləmir yoldaşlar sizdən. Əsas məsələ düzgün qrammatik, şifahi və yazalı bacarığınız olmalıdır. Ofis proqramlarında işləmə bacarığınız olmalıdır. Xoş görünüşlü olmalısınız. Bundan əlavə Unibankda iş var yoldaşlar. Ümumi işlər üzrə mütəxəssis işidir. Bu sizdən ali təhsil tələb edir, rus dilini və öz dilimizi sərbəst bilməyi tələb edir, Word-ə Excel bilməyi tələb edir. Həmçinin Avropa Azərbaycan məktəbində personal assistent işi var. Bu sizdən tələb edir ki, ingilis və Azərbaycan dilini bilin, komanda ilə işləmə bacarığınız olsun, problem həll etmə bacarığınız olsun. Belə bir orta səviyyəli işlər də var ki, bu işlərə də müraciət edə bilərsiniz. Sonra inzibati köməkçi işi var. Bu hardadır? Bu deməli, yoldaşlar, bu deməli sizdən tələb edir, bu sahədə, oxşar sahədə 1 illik iş təcrübəsi tələb edir. Demir mütləq olsun, amma yəni olsa daha meyillidirlər həmin tipli şəxslərə. Amma vacib deyil. Yarat şirkətindədir, 700 manatlıq bir işdir. 5 günlük bir iş rejiminə malikdir. Rus dilini səniz bilməlisiniz. Bunu da arzu edir. Yəni demir mütləq bil. Amma nəyi mütləq bilmənizi istəyir sizdən? Deyir ki, operativ ol,
diqqətli ol, məsuliyyətli ol, etik davranışlı ol, yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyətin olsun və ən əsası Microsoft Office proqramlarından babat yox ha, sərbəst istifadə etmə bacarığın olsun. Varsa sərbəst istifadə etmə bacarığın, düşünə bilərsən bu işə müraciət etməyə. Sonra Azərbaycan Beynəlxalq Bankında rəqəmsal maarifləndirmə təcrübə proqramı var ki, əgər siz təcrübə toplamaq istəyirsinizsə, belə bir təcrübə fürsətindən istifadə edə bilərsiniz, ali təhsilli şəxslər. Bundan əlavə, həmçinin başqa bir işlər də vardı, bəziləri tutulub artıq. Ambardaj köməkçi işi var, Holodom şirkətində 800.000 manatlıq 20-40 yaşlı şəxslər üçündür. Dəqiq və məsuliyyətli olmalısınız, yoldaşlar. Bundan əlavə, Anadolu şirkətində caterinqə köməkçi işi var. Maaş gündəlik olaraq 20 manatdır. Köməkçi işidir. Həm paketləmədə, həmçinin ərzaqların boşaldılmasında və digər tapşırılan işlərdə kömək edirsiniz. Heydər Əliyev prospektindədir. Səhər saat 8-in yarısından günorta 5-in yarısına qədərdir. Nahar şirkət tərəfindən verilir. Bundan əvvəl daha bir asan iş, daha deyək, az şərtli bir iş ondan ibarətdir ki, yemək paylayıcı işi var, yoldaşlar. Bir növ belə deyim də, ofisant işidir. Amma bu ofisant işi restoranda və ya kafedə deyil. Bu iş hospitaldadır. Liv Bonadio hospitalda, hansı ki, Qaraqarevdə yerləşməlidir, bu səhv xatırlamamsa. Orada olan bir işdir. Orta səviyyəli təhsiliniz olmalıdır. Bundan əvvəl Honors Akademiyada tələbə işlər üzrə koordinator işi var, yoldaşlar. Bu sizdən Google Workspace ilə işləmə bacarığı tələb edir. Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmağı tələb edir. Məsuliyyətli və tələbə yönümlü yanaşmanızı onu istəyir. Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları tələb edir sizdən. Sonra çapçı köməkçi işi var, Max Offset şirkətində, yoldaşlar. Bu da az şərtli işdir. Saat, belə deyim, iş sıfırdan öyrədiləcək sizə, təcrübə tələb olunmur. İş qrafiki saat 8-dən günorta 4-ə qədər, günorta 4-dən axşam 10-a qədər, axşam 10-dan səhər 6-ya qədər olan bir iş rejimi var, növbəsi var və siz bu növbələrin hər birində işləməlisiniz. Bazar günü istirahətdir, əmək haqqısı 450 manatdır. Gecə növbəsində də əlavələr ödənilməklə 500-550 manat arası hesablanır. Komsomol dairəsi yaxınlığındadır. 25-35 yaşlı kişilər üçündür bu iş. Bundan əvvəl dezinfektor işi var, yoldaşlar. Bu sanitariya epidemioloji xidmətlər şirkətindədir. 500-600 manatlıq bir işdir. 18-45 yaşlı kişilər üçündür. Bu işə də müraciət edə bilərsiniz. Sonra ambardaj köməkçisi işi var. Sağlam ailə klinikasında 500-600 manatlıq 24-30 yaşlı şəxslər üçündür. Sizdən ciddi şey tələb eləmir, çox az şey tələb edir ki, gözə batan bir şey yoxdur. Əsas məsələ nədir? Orta texniki təhsiliniz olsun. Sonra ofis meneceri işi var, yoldaşlar. Ofis meneceri işi var. Bu ofis meneceri işi haradadır? Giləzidədir. 660 manatlıq bir işdir. Artan əmək haqqılı bir işdir. Nərimanov rayonundadır. Bax, belə bir iş var, bu işə də müraciət edə bilərsiniz. Rus dili bilinci olmalıdır. Sənədlərlə işləyə biləcək səviyyədə. Və sonuncusu, başqa bir iş bundan ibarətdir ki, baytar köməkçisi işi var. Aqropetdədir, 500-800 manatlıq işdir. 20-45 yaşlı xanımlar üçündür. Heyvanlarla işləməyi sevmək və məsuliyyətli olmalısınız. Təmizlik və gigiyenaya diqqət etməlisiniz. Bu tipli özəlliklər sizdən tələb edir. Bunlar iş elanlarının bir qismi idi. Digər iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün mənə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.